Qiymətli cəmaət, Ramazan bayramınız mübarək olsun. Allah Teala bizdən də sizdən də salih əməlləri qəbul etsin. Bu gözəl bayramda hər birimizin adından elm əhli müəllimlərimizə təşəkkür edirəm. Onlar bizlərin Ramazan ayı boyunca maariflənməmizə, gözəl şəkildə, ixlasla, sünnəyə uyğun qaydada, elmlə, burhanla, dəlillə oruclar tutmamıza, salih işlər, ibadətlər görmələrimizə, Ramazanımızı yaxşıca keçirmələrimizə səbəb oldular. İnsanlara təşəkkür etməyən Allaha da şükür etmiş sayılmaz. Allah Teala buyurur ki, əgər şükür etsəniz, mən sizə olan nemətlərimi artıraram. Ona görə elm əhli müəllimlərimizə təşəkkür edək. Onlar bizə çox faydalar verdilər, bizə çox xeyirlər öyrətdilər. İftar məclisləri, elm məclisləri gecə-gündüz çalışdılar ki, Allahın köməyi ilə bizlər yaxşıca Allah Teala'ya ibadət edək. Allah Teala onları qorusun, uca Allah onlara bərəkət verib, onların sayını artırsın.